Bəzən də deyirsiniz ki, bu sinus funksiyası, kosinus funksiyası və yaxud da ki, hər hansı bir parabolik funksiya və ya hər hansı bir mürəkkəb tənlik mənə həyatda harda lazım olacaq? Əslində haqlısınız. Sinus funksiyasının qrafiki, trigonometrik tənliklər, törəmə, integral, mürəkkəb kvadratik tənliklər və ya mürəkkəb həndəsi məsələlər sizə həyatda çox da lazım olmayacaq. Yəni siz marketə gedib tutaq ki, pendir almaq istəyirsiniz və cibinizdəki pul ona kifayət eləmirsə, siz orada dayanıb hər hansı bir trigonometrik tənliyi həll edəndə təbii ki, cibinizdəki pul artmayacaq. Və yaxud da ki, siz hüquqşünas olacaqsınız, humanitar fənlərdə, ümumiyyətlə bir çox sahədə siz məktəbdə keçirilən riyaziyyat birbaşa tətbiq eləməyəcəksiniz. Yəni mən burada tutaq ki, kvadrat tənlikləri diskriminantla və ya BT teoremi tətbiq edərək köklərini tapa bilirəmsə, həyatda mən harda tapacağam? Heç harda. Şəxsən mən riyaziyyat müəllimiyəm. Mən ancaq dərsdə istifadə edirəm onu. Bəs onda biz riyaziyyatı niyə öyrənirik? Baxın, harda lazım olur demirəm. Tətbiq sahələri çoxdur. Onlar haqqında danışmıram. Niyə öyrənirik? Bunun bizə faydası nədir? Həmin o sinus tənliyini, trigonometrik tənliyi, kvadrat tənliyi, həndəsə məsələsini həll edərkən beynində qurulan o neyron əlaqələri, sinir hüceyrələri arasında qurulan əlaqələr möhkəmlənir. Yəni sən əslində problem həll eləməyi öyrənirsən. Riyaziyyat bilirsiniz də, problem həll etmə sənəti dərsiniz. Yəni gələcək həyatında problemlərlə qarşılaşanda sən həmin problemləri həll etmə bacarığına sahib olacaqsan. Yəni sən tutaq ki, hər hansı bir hadisə ilə problemlə qarşılaşdığında həyatda olur. Durub xatırlamayacaqsan ki, mən tutaq ki, 10-cu sinifdə, 8-ci sinifdə kvadrat tənlik keçmişdim. Onu həll eləyərkən hansı metodlardan istifadə edirdim, burada da o metodları tətbiq edeyim. Elə bir şey olmayacaq təbii ki. O beyninizdə siz onun fərqinə varmayacaqsınız. Zaten o beyniniz problem həll eləmə bacarığını öyrənib. Və problemlə qarşılaşanda ən optimal şəkildə minimum zərərlə maksimum bu işdən necə çıxa bilərəm? O yolu beyin arxa fonda işləyərək tapacaq, siz onun fərqində olmayacaqsınız. Amma o bacarığı qazanmaq üçün riyaziyyatı bilməlisiniz. Təbii ki, bir çox mövzular istifadə eləməyəcəksiniz, yanınızda qalmayacaq. Amma o bacarıq, problem həll eləmə bacarığı ömrü boyu sizinlə davam edəcək. Və həyatda fərqini görəcəksiniz. Onun səbəbinin riyaziyyat olduğunu anlasanız da, anlamasanız da, arxa fonda işləyir riyaziyyat. Mütləq ki, problemlərlə qarşılaşacaqsınız. Onun üçün güclü əzələniz olmalıdır. Həmin güclü əzələ fiziki əzələdən söhbət getmir. Neyronlar arasındakı sinir hüceyrələrindəki möhkəm bağdan söhbət gedir. Onu möhkəmləndirən bir nömrəli şey riyaziyyatdır. Riyazi məsələləri həll eləmək. Təbii ki, quru-quru həldən söhbət getmir burada. Analiz eləmə bacarığını inkişaf etdirmək, səbəb-nəticə əlaqəsini qurmaq və məntiqi mühakimə etməyi bacarmaq. Bunları bacarsanız, zaten riyaziyyatı bacaracaqsınız ki, bunları öyrədən də riyaziyyatdır. Orada əslində bir-birindən qapalı dövrə şəklində əlaqələri var onlar. Və riyaziyyatı anlayan, bacaran, problem həll eləmə bacarığı olan insan həyatda bir çox sahələrdə uğurlu olacaq.